Dünən mənim başıma çox qəribə bir hadisə gəlib və mən bu hadisədən çox təsirləndim, istədim bugün bu barədə danışım. Bəli, yenə bizim yekəxanalığımız təkəbbür imkan vermir ki, bu cəmiyyətdə bu insanlar biri-biri ilə vəhdət təşkil eləsin. Təkəbbür insanlara imkan vermir ki, biri-birilərini anlaya bilsinlər. Biz dünən hazırlığa gedirdik uşağımla, repetitor yanına, şəhərə və elə oldu ki, yollar tıxac idi. Yəni o ças pika düşmüşdük, tıxacların əsl o vaxtına. Biz gördük mümkünsüzdür, yarı yolda düşdük taksidən. Çünki saatlarla dayanmışıq və gecikirik. Qızım dedim, amma ki, avtobusla gedək. Biz düşdük və ictimai nəqliyyat avtobusla bindik. Nə baş uzağırdım, avtobusla gedirik, yollar boş, şütüyür də avtobus, ləzzət edir. Elə bu dəmdə hardansa sağdan elə bir sağdan yola girirdi. Bir cip girdi, ağ rəngdən. Yenə deyirəm, keçən dəfə gözəl söylədim, hər dəfə deyirəm Almaqam ki, biz sənət adamıyıq, kamera ilə gəzmirik, dəqiqə başı telefonu çıxardıb hadisələri çəkmirik də. Çəksək gözəl olar, inanın. Amma o bizim xislətimizdə yoxdur. Bəlkə bu işə məşğul olanlar var, amma o biz deyilik. Nəysə, bu cip çıxdı bu avtobusun yoluna, avtobus da bunu siqnallıyor ki, yol ver, keçim də. Yox, nə danışırsan, yol vermir. Keçdi bu tərəfə, verir, keçir avtobusunu. Baxdım ki, cipdir, bir dənə qızdır, ağ rəngdə. Qız bunun yanına keçir, ora avtobus dayanır. Bu yekə avtobusdur. Bu nə qədər adam daşıyır. Bunun yoludur. Sən bunun yoluna niyə çıxırsan? Bilmirəm, cəriməliyiblər ya, yox, onu cərimələmək yazdı. Cərimə meydançasına aparmaq lazımdır. İndi biz sağa dönməliyik. Bu qız imkan vermir. Bu verib kişinin qabağında saxlayıb, bilmirəm niyə. Axırda pəncərədən kişi deyir ki, ay bacım, yol ver gedim də bir. Nə var, nə qışqırırsan üstümə? Yolumu sürdü, o dedi, bacım, mənim yolumdur da. Yazıq bir ağsaqqal kişi idi. Deyir, bacım, mənim yolumdur da. Mən özüm bilirəm, çox köbud dostlar, mən hətta elə danışıram. O qadın da deməyə dilim gəlmir. Çox köbud bir rəftarla çox pis sözlər işlətdi. Bunun qabağından verdi, keçdi. İndi biz getməliyik, maşını sürməlidir. Biz də qabaqda oturmuşuq qızımla. Təsəvvür eləyin, verir bunun qabağına maşını, belə eləyir. İmkan vermir ki, kişi sürsün. Bu döngədir də, zolaq döngədə yoxdur. Bildiniz, avtobusa bu dönməli, imkan vermir. Nəysə bir müsibətlə sürdü, getdi, avtoqəza vəziyyəti yaradır, qəza vəziyyəti. Kişi öz-özünə deyirəm, mən bunlarla neyniyim? Sözümü nəyə gətirirəm? Mən keçən dəfə sərnişin mədəniyyətindən danışdım, amma sürücünün mədəniyyəti olmalıdır. Hər yerindən duran elə pravanı getdi, oxudu, götürdü, gəldi, maşını aldılar, qoydular altına, adam rey sürür, hara sürürsən? Bəyəm, tək səndən ibarətdir, dünya sənin başında fırlanır. Sən indi bir dənə kreditəmi almısan bu maşını, nə bilim nəyə almısan sən bu maşını, sən cəmaatı bəlaya, xataya salmalısan. Yəni dostlar, inanın, bəlkə də adam özü sürəndə, taksi ilə gedəndə o qədər bunun fərqinə varmışsan. Mən dünən ictimai nəqliyyata mindim, mənim ürəyim ağrıdı avtobus sürücüsünə. Böyük avtobusdur, bu balaca deyil, onların dönmə bucağı da fərqlidir. Onların funksiyaları da fərqlidir, adam aparır. Nə qədər adam var orada, bunun zolağıdır, bu avtobus zolağı niyə çəkiblər? Niyə də bu avtobus zolağı niyə çəkiblər? Ən azından biz gecikirdik, inanın. Taksini, hətta pulu da kartdan çıxmışdı pulu artıqlaması ilə. Biz onu qoyub mindik avtobusa. İnanın, biz elə bilin yarım saat götürmüşdük ki, yarım saata çatarıq. Yəni belə uzaq. İnanın, o yarım saatın 20 dəqiqəsini biz taksidə qaldıq. Düşdük, mindik avtobusa və ünvanımıza çatdıq. 15 dəqiqəyə çatdıq ünvana, 5 dəqiqə gecikə bildik də. Biz taksi ilə getsəydik, ən azı 1 saat gecikəcəkdik. Nə gözəl yaradılıb. Qardaşım, bacım, sənin maşının var, nə gözəl. Sənə kim ixtiyar verir ki, sən başqasının qabağında belə bir farmazonluq eləyəsən? Sən farmazonsan? Yəni sən kim olursan ki, digər birinə sən belə bir əda ilə qadın xeylağı o tərzdə danışar? O qadın xeylağı özün elə aparar? Ayıb deyilmi? Bu nə tərbiyəsizdir? Ümumiyyətlə, sürücü mədəniyyəti olan insanlar çox azdır. Gəlin danışaq, bugün bizim toplumumuzda müəyyən bir toplum var ki, onların nə sürücü mədəniyyəti var, onların nə sərnişin mədəniyyəti var. Belə bir toplum var da, kütbeyin bir toplum. Nə yazıq ki var. Və biz danışırıq, deyirik, mən öz adımdan elə-belə danışmıram. Deməyim odur ki, etikan olsun, mədəniyyətin olsun, mərifətin olsun, qanacağın olsun. Qadınsan, özünə hörmət elə.
Sənin maşının var deyə bizim başımıza çıxmalısan. Yəni sənin maşının var deyə o avtobus şoferini əzməlisən o sürücünü. Yəni mən anlaya bilmirəm. Belə hallar yəqin sizin də qarşınıza gəlibdi. Ya bir də görürsən taksi ilə gedirsən, kimsə gəlir belə vurur, keçir, gedir. Niyə də? Niyə mütləq səni tutub cərimələməlidirlər? Sən özünə mərifətin qanacağın olmamalıdır. Mən neçə ildir maşınsızam, amma maşınla olan müddətdə mən çalışırdım qaydalara əməl edeyim ki, ayıbdır da, mən niyə polis saxlayıb artıq söz desin. Ayıbdır da, mən niyə cərimə ödəməliyəm? Çalışırdım. Yəni deməyim odur ki, insan hörmət bir tələsirdi, mən yol verirdim. Ya tələsir, bəlkə xəstəsi var, bəlkə nə bilim evdə elə bir andır ki, o getməlidir, bəlkə kimsə hamilədir, balası olub, bəlkə kiminsə özünün ağrısı tutub çatmalıdır xəstəxanaya, bəlkə uşağı evdə tək qal. Ya hər bir problemi vardır. Niyə bir-birimizə hörmət eləməyək ki? Bu nə hörmətsizlikdir, bu nə mədəniyyətsizlikdir ki? Bu sürücülər niyə bir-birinə hörmət? Elə çoxları var. Dönmə işığını yandırmağı sevmirlər. Bunu özlərinə şəstlərinə sığışdırmırlar. Qabağında getdiyi yerdə olub başıma gəlib. Dayıoğlunun maşını ilə gedirik, o da bu yaxınların söhbətidir. Sağa dönməliyik də biz evə çatanda sağa dönməliyik. Ay başım, birinci yoldan dönmə işığın yandırmadan sağa girir. Sən necə özün cəhənnəm, sən necə insanların həyatı təhlükəyə necə ata bilərsən? Bu ixtiyarı sənə kim verib? Sən özünü düşünmürsən, ailəni düşünmürsən, balalarını, ananı düşünmürsən, özün bilərsən. Amma yan görəndəki olan insanları necə təhlükəyə ata bilərsən ki? Sən necə sağa dönmə, sağa sol, bu dönmə işıqları niyə qoyublar? Pavarotniklərdə. Niyə qoyublar? Qoymasın da. Dünya avtomobil istehsal edən zavodlar, yəni o qədər kütbeyində o işıqları qoyub, özünə şəstinə sığışdırmır. Niyə sığışdırmırsan? Ya yanmır, siqnal, nə olub? Svetofor yanmağı görür. Svetofor, işıqfor. Təsəvvür eləyin də, uspec eləmir, çatmır. Mən belə deyirəm ki, anlayışlı olsun da, loru dildə. İşıqfor çatmır ki, yaşıl yansın. Elə yanmağı ilə siqnal, bip, 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 nə olub? Nə olub, nəyin dərd azarıdır? Qardaşım, niyə dirəşmişsiniz? İşıqfor yandı, hamı sürəcək də. Hamı yaşılı gözləyir də. Yandısa gedəcək. Nə dirəşmişsiniz? Ara məsafəsi saxlamırlar. Canım sənə üçün dönmə işığını yandırmırlar. Siqnalı da kirimirlər. Nə olub da bir də görsən səsi qaldırır, kolonkalara səs verir. Mahnı da qoyub bağıra-bağıra şəhərdə sürür. Bu sənə nə verir? Bu sənə nə verir? Sən nəyə görə mənim asayişimi pozmalısan? 10-cu mərtəbədə bir də görürsən yayda çox olur. 10-cu mərtəbəyə nə qədər xod verirsə, bu səs verirsə maşının o səsləndiricisine. Mən 10-cu mərtəbədə səsdən gecə saat 3-də 4-də yata bilməm. Niyə? Bu ixtiyarı sənə kim verib? Sənə kim ixtiyar verib ki, sən başqasının asayişini, rahatlığını pozasan? O deyir sizi Avropa, Avropa. Qurban olum sənə. Sən gedib İsveçrədə gecə hətta çox üzr istəyirəm, ayaqlı yolunun o su gedən yerini bassan, o şırıltı səni gəlib cərimələyəcəklər 700 euro. Niyə? Çünki sən şırıldayanda qonşuya səs gedir, sən onun asayişini pozursan. Mən hələ o siqnal qaldırmağı demirəm. O İsveçrə dediyimiz yerdə itlərin səs tellərini kəsib götürürlər ki, o hürməsin. Hürmür, onların itin səsi çıxmır. Ki hürər, gecə hürər. Qonşunun asayişi pozular. Siz nədən danışırsınız? Oturmuşsunuz burada Avropa. Qardaş, sən burada bir özünə hörmət elə. Bir özün özünə, bir-birinə hörmət elə. Burada eləmir sonra belə əşi filan ölkəyə getdim. Orada adama gəlmələrə belə hörmət qoymurlar. Düz eləyirlər qoymurlar da. Sən burada özün özünə hörmət elə, qonşuna hörmət elə, böyründə maşın sürənə hörmət elə ki, sən bir yerə gedəndə sənə də hörmət eləsinlər. Çünki sən bu qaydaları bilmirsən, qaydalara, etiket qaydalarına, mədəniyyət qaydalarına əməl eləmirsən və xarici gedəndə gözləyirsən sənə hörmət eləsinlər. Yox, yoxdur elə bir dünya. Birinci özün özünə hörmət eləməlisən. Bu nə deməkdir ki, kiminsə altında biraz böyük maşın varsa, indi ona görə bahalı da, bahaldan da bahalı maşınlar var. Heç elə maşınlar var, Azərbaycanda yoxdur. Sən deməli bu avtobus şoförü özündən biraz zəif maşın sürəni əzməlisən. Onun qabağında farmazonluq eləməlisən. Niyə?
Bu nə yiyib, nə içir belələr, mənim əzlərim, yəni üstündə qabağınıza çıxıb. Bu arada səhifəmə abunə olun. Yəni başınıza gələn belə hadisələr varsa yazın. Yazın. Yəni çox ayıb olur, çox ayıb olur. Necə bir ölkədə yaşayaq, biz bir-birimizə hörmət eləmirik. Bu hörmət eləməməkdir. Birinci o qadın deməyə dilim gəlmir, dırnaq arası qadın. O qadın birinci özünə hörmət eləmir. Çünki özünə hörmət eləyən qadın ayıb olar. O avtomobil idarə eləməyini bilər. Lap kişi olsun. Sən özünə hörmət eləsən, elə hərəkət eləmərsən. Hansısa başqa maşının, başqa ictimai nəqliyyatın qabağında farmasonluq eləmərsən. Çünki ayıbdır. Çünki necə olar, bir insan özün o birindən niyə üstün saysın ki? Sən özünü digər insandan nə ilə üstün sayırsan ki? Sən bu dünyadan ölüb gedəndə o cip maşını özünlə aparasan? Sən bu dünyadan ölüb gedəndə o kəfəni sən də aparasan, bu da aparacaq. Hələ onu da bilmək olmaz, qurban olduğum ona nəsib eləyəcək ya yox. Yəni mənim əzizlərim, mən hər dəfə danışıram, bugün də bu barədə danışmaq istədim. Çünki mənim qüruruma toxunur, mənim qanımı götürmür. Mən öz millətimi, öz vətəndaşımı, mənsub olduğum xalqı daha mədəniyyətli, daha yüksək ruhda görmək istəyirəm. Mən istəyirəm ki, mənsub olduğum xalq qalib xalqdır. Bugün dünya bizdən danışır. Dünyanın elə ölkələri var ki, onların hərb dərsliyinə bizim Şuşanı almağımız, o texnikalar yazılıb. O texnika ilə hərbiçilərə dərs keçirlər. Bu elə belə deyil. Bugün bizim Ali Baş Komandanımız cənab prezident Amerikada ayağa qalxıb onu gözləyirlər. Ağ evin açarını ona verirlər. Nə bilim 7-8 nəfərdə var. Belə olan halda biz xalq olaraq birinci özümüzə hörmət eləməliyik. Öz davranışımızdakı, mən yanımdakı, mənəm. Mən nə bilim, insanam, mən Azərbaycanlıyam, yanımdakı da Azərbaycanlıdır, o da insandır. Mən niyə ona dəyər verməyim? Niyə? Ona buna yekəxanalıq eləyən, ona buna üstdən aşağı baxan təkəbbürlü insanlar əslində cılız insanlardır, mənim əzizlərim. Nə pul, nə vəzifə, nə bahalı maşın, nə bahalı ev, bunlar heç biri insanın insanlığından xəbər vermir. Odur ki, mənim əzizlərim, pulun, varın, dövlətin qazana bilərsən, əldə eləyə bilərsən. Amma adam olmaq hər adama nəsib deyil. Odur ki, adam kimi adam olun. Hələlik.